deməli, əgər İslamda məcburiyyət yoxdursa, zövcə namaz qılmırsa, hicab geymirsə, amma gələcəkdə namaz qılmağı və hicab geyməyi niyyəti olduğunu deyir, nə etməlidir? Yəni, biz bu İslamda məcburiyyət yoxdur məsələsini, yəni dünən yoxsa sırağı gün, yəni canlımızda izah elədik, sırağı gün idi daha doğrusu. Yəni biz dedik ki, yəni burada lə ikraha fiddin, yəni dində məcburiyyət yoxdur anlayışı. O hala aiddir ki, əgər insan qeyri-müsəlmandırsa, onun İslamı qəbul etməyi məcbur deyil. Aydındır, bu qeyri-müsəlmana aiddir. Amma İslamı qəbul edən insan isə artıq İslam şəriətlərinin əhkamlarına riayət etməyə məcburdur. Aydındır. Və buna bir misal da gətirdik biz, bir ölkəyə məsəl üçün səfər etmək. Yəni, kiminsə Azərbaycana gəlməyi məcbur deyil. Heç kəs onu məcbur edilməz ki, Azərbaycana səfər eləsin. Amma Azərbaycana gəlsə, sərhəddən keçsə, artıq o məcburdur ki, bu ölkədə olan qanunlara tabi olsun. Riayət eləsin. Aydındır. Ona görə yəni məsələyə bu cür yanaşmaq lazımdır. Amma ki, qaldı qardaşın sualına ki, yəni bir qadından evlənmək istəyir, o hicab bağlamır və ya namaz qılmırsa, deyir, qılacağım, bağlayacağım. Amma təcrübə göstərir ki, bu sorunla ailədə problem yaradır. Aydındır. Bəzən insanlar nəfslərindən dolayı belə bir vədlər verirlər, amma sonra əməl eləmirlər, ailədə problem çıxır, münaqişələr yaranır. Ona görə şərti şunda kəsir, bu başdan əməl eləmək lazımdır, sonra ailə həyatına qədəm qoymaq lazımdır. Çünki ailə həyatı ciddi məsələdir. Yəni, ailə həyatı elə oyuncaq deyil də. Evləndim, boşandım. Yəni, bu kişiyə də ziyandır, qadına da ziyandır və cəmiyyətə də ziyandır. Aydındır.